Zamanı İmamiye atmız İmamiye Zaman aleyhisselamın zuhurunun təzilinə bizlərin o Həzrətin zuhurunda dəyərli, layiqli iştirakçı olmamızdan ötürü sələvası İltiması dua edən hər qardaşlarımızdan məscid əhli bir müşkülü, bir hacəti var, yaxınlaşdı bir dostunun əməliyyatı var. Onun da uğurlu, müvəffəq olmasından ötürü, sağlamlığına qovuşmasından ötürü Muhammed o Ali Muhammedə sələvası eşidir. Allahümmə salli ala Muhammed أعوذ بالله من الشيطان اللعين الرجيم بسم الله الرحمن الرحيم وبه نستعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي اللهم إني أسألك فيه ما يرضيك وأعوذ بك مما يؤذيك وأسألك التوفيق فيه لأن أطيعك ولا أعصيك Ya Cevad-ı Sailin, amin, Ya Rabbel Alamin. Allahın salamı olsun siz, əziz, dəyərli, mühtərəm məscidimizin əhlinə, sübhün bu çağında ölkəmizin dilbər güşələrindən və ölkə hüquqlarından kənarda canlı vasitəsilə bizi izləyən hər kəsə. Allah'tan diləyək, Allah etdiyimiz duaları, qıldığımız namazları, bu mübarək ayda tutduğumuz orucları uca Rəbbimizə əl açaraq etdiyimiz bütün hacət və mətləbləri bizdən qəbul eləsin. Allah bu mübarək ayın bütün savab və fəzilətindən faydalanmağı, bəhrələnməyi hər birimizə nəsib eləsin. Və bu rəhmət, bərəkət, məğfirətlə dolu olan ayını ömrümüzün axırıncı Ramazanı qərar verməsini inşallah. Və Zamanı İmamımızın gəlişi ilə qəlbimizi, dünyamızı nura qərq eləsin. Möhtərəm cəmaatımız, əziz möminlər, artıq ömürdən bizə möhlət verilən, fürsət verilən, bəlkə son bu Ramazan el-Mübarəkin artıq neçənci sübhünə gəlib çatdı? 24-cü sübhünə gəlib çatdı. İnşallah cavab verirsinizsə çatmışıq inşallah. Yəni, yuxulu olsaydıq cavab verə bilməzdik. Yəni, oyadan Allaha cavab verdirən, ona görə həmd olsun Rəbbimizə, sonsuz şükürlər olsun. Ona görə soruşdum ki, baxışlarınız bir anlıq yazın elə bil biraz tez gəlişini xatırladı. Biz bu cür eşitmişik deyərlər. Seyid, neynirsən? Sən də yüklü olarsan, biraz nizamda. Deyərlər ki, yaz yuxusu nə olar? Şirin olar. İndi sübhün çağında ilə adam yatar da, danışanda biraz da yüksək. Ona görə Rəbbimizə sonsuz həmdlər, sənalar olsun ki, sübhün bu çağında bizə o mənəvi feyzdən faydalanmağı, mənəvi bu feyzi əldə etməyə bizə ömürdən möhlət verib. Ona görə Rəbbimizə sonsuz həmdlər, sənalar, şükürlər olsun. Artıq sayılı günlər qalıb bu mübarək ayın əlimizdən getməsinə, çıxmasına. İnşallah ki, bu günlərdə, bugünkü günə qədər özümüzü bağışladanlardan olarıq. Əgər bağışlatmamışıqsa, Allah öz Rəhman və Rəhim adlarına xatir bizi bu qalan bu 5 gündə, 6 gün, indi ayla bağlıdır, 5 olar, 6 olar. Bu 5 gün ərzində Allah bizi bağışlanan qullarından qərar versin inşallah. Doğrudan da neymət insanın əlindəykən bəzən onun fərqinə varmır. Amma neymət əlindən çıxandan sonra ya qədrin bilir və yaxud da
onun barəsində insan təəssüflənir, amma o da gec olur, bəzən o qədər fayda vermir. Ona görə nemət əlimizdə ikən gərək onu dəyərləndirək, onu qiymətləndirək. Çünki bir də bunun bizə nəsib olub olmaması bəllidir, nəsib qismət məsələsi olar. Günümüzün duasında belə ifadə keçir. Allahümmə inni əsəlükə ma yurdik. Ey mənim Allahım, bugün səndən səni razı salacaq nəsib etkilən. Yəni, o əməllər ki, sənin razılığına səbəb olar, səni razı salar, mən o əməlləri səndən istəyirəm. Və əudu bikə mimma yu'zik. Allahım, bugün sənin qəzəbinə səbəb olacaq, səni incidəcək, səni narahat edəcək, bütün işlərdən sənə pənah aparıram, sənə sığınıram. Və əsəlükə tövfiqə fihi liən uti'əkə və la əsiyək. Allahım, səndən istəyirəm ki, mənə bugün yar və yardımcı olasan, kömək edəsən ki, sənə itaət edim və günahdan çəkinim. Ya cəvadə sa'in, ey hacəti olanlara qarşı səxavətli olan Allah. Amin. Ya Rəbbəl aləmin. Möhtərəm cəmaatımız, əgər baxmış olsaq, bəndə bugün Allahın razılığını əldə etmək üçün dua edir. Yəni, artıq aləmlərin Rəbbindən onun razılığını əldə etmək, onun qəzəbindənsə uzaqlaşmaq üçün Allahdan dualar edir. Və Quran-ı Kərimin ayələrinə baxdıqda, ümumi əldə olunan müxtəlif ayələrdən Allahın razılığını nələrlə əldə etmək olar? Ümumiyyətlə, Allahın razılığını necə əldə etmək olar? Yəni, və yaxud da ki, mən necə bilərəm ki, görən Allah məndən razıdır, yoxsa yox? İnsan düşünür bu barədə. Yəni, görəsən, mən Allahın razı qaldığı bəndələrdənəm, yoxsa yox? Və ikinci sualımız, mən nələri etmiş olsam, Allah məndən razı qalar, Allahın razı qaldığı bəndə olaram. Qur'ana baxmış olsa, ən çox tövsiyə edilən əməllər Quran-ı Kərimdə təbii ki, çoxdur, amma ən çox, daha çox tövsiyə olunan əməllər və Allahın razılığını əldə etmək, qazanmaq üçün bu bir neçə sadalayacağımız əməllər tövsiyə olunur. Onlardan ən birincisi əfv etmək. Yəni, insan bağışlama hissinə malik olmalıdır. Yəni, ikinci güzəştə getmək, yəni, hər bir şeyə anidən reaksiya vermək istəsən, anidən, belə deyək də, ona qarşılıq verib, onu cəzalandırmağa, intiqama meyilli olmuş olsan, bu, Allahın razılığına səbəb olacaq bir işdir. Çünki Allah bizim hər an səhv və xətalarımızı bizə nə edir? Keçir, bizə bağışlayır. Mən rahimə ruhimə bir şərif ki, əgər kim rəhm eləsə, rəhm olunur. Kim keçəcək eləsə, ona da qiyamətdə nə olar? Keçəcək olunar. Yəni, rəhm edən rəhm olunar. Tərcüməsi belədir. Deməli, əfv etmək, güzəştə getmək, yersiz intiqamdan çəkinmək, qəzəbi udmaq, qəzəbi boğmaq, qəzəbi yatızdırmaq, necə başa düşürsənsə, el məsəlimiz var. Nə olmaz? Qəzəblənəndə bəzən özün haqsız olsun da belə, özü haqlı çıxarmağa çalışırsan. Bilirsən belədir, amma inad eləyib, qəzəbə görə tərəfə zülm eləyə bilərsən, tənqid edə bilərsən,
təhqir edə bilərsən, xəsarət yetirə bilərsən, şərəf və ləyaqətini alçalda bilərsən. Bunlar hamısı qəzəbin fəsadından doğur, qəzəbdən irəli gəlir, əsəb halında. Allahın razılığını əldə etmək üçün bu sadaladıqlarımızdır. Yəni, belə deyək də, sən istəyirsən bir test eləyəsən özü, görəsən, sən Allahın razı qaldığı bəndəsən, yoxsa yox. Allah səndən razıdır, bəşərdən soruşa bilirsən. Məsələn, ay qardaş, ay yoldaş, ay dost, ay vətəndaş, məndən razısan, yoxsa yox. Tərəf ya hə deyər, ya yox deyər. Amma uca Rəbbimizdən biz sərahətən birbaşa yoldaşdan, dostdan, vətəndaşdan soruşduğumuz kimi sualımızı verib birbaşa cavabımızı ala bilmirik. Amma bu cavablar işarətlərlə, əlamətlərlə əldə eləmək olur. İndi mən özüm özlüyümdə istəyirəm biləm ki, Allahın razı qaldığı bəndiyəm, yoxsa yox. Allah məndən razıdır, yoxsa yox. Baxıb görürəm ki, əfv eləmirəm, güzəşdə getmirəm, intiqama meyilliyəm və dayandığımız hissə çox qəzəbliyəm, uşağa, ailəyə, iş yerində, işçilərə. Deməli, mən bu qənaətə gəlirəm ki, mən bu hallarla, bu yaşadıqlarımla heç vaxtı Allahın razı qaldığı bəndə ola bilmərəm, mən o deyiləm. Deməli, düzəltməliyəm. Həmin o tövsiyə olunan əməllərdən yetimə, yoxsula, imkansızlara əl tutmaq, edə biləcəyin qədər onlara yardım etmək, yardımlaşmaq, insanlar arasında düzdüyü, sədaqəti, düz danışmaq, əmanətlərin aldın qapmaq, əmr biməruf nəhyəz münkər eləmək, yəni insanları yaxşılığa dəvət edirsən, biri görürsən, yalan danışır, tövsiyə edirsən ki, bu dünya və axirətin üçün faydası yoxdur. Biri biləndə çoğurluq eləyib, tövsiyə edirsən, atiyə-anıya hörmətsizlik edir, onu atiyə-anıya qarşı diqqətli olmağa dəvət edirsən. Bir sözlə, əmr biməruf və nəhyəz münkər. Yaxşılığa dəvət, pislikdən nə etmək? Çəkindirmək, uzaqlaşdırmaq. Bunların hamısı, məsələn, dost və sənin nəzarətində olanlar, tabiçiliyində olan insanlarla xoş rəftar etmək, gözəl ünsiyyət, gözəl münasibət. Bunların hamısı ümumilikdə, məsələn, ədalətli olmaq, zülmə yox demək, məzlumun yanında olmaq. Bunların hamısı Quran-ı Kərimdə Allahın razılığını əldə etmək üçün ən çox tövsiyə olunan əməllərdir. Yəni, qısa nəticədə bu sadaladıqlarımızın hamısını bir-bir nəzərindən keçir. Gör, bunların hansı səndə var, hansı yox. Hansına riayət edirsən, hansına riayət etmirsən. Bunlara riayət etməklə nəticədə bilərsən ki, sən Allahın razı qaldığı bəndəsən. Etməməklə razı qalmalıdır. Amma əgər nəfəs gedir, gəlirsə, ayaq üstündəsən və bu o mənadadır ki, Allah sənə hələ də şans verib ki, nə olasan? Həmin bu deyilənlərə əməl edib, Allahın razı qaldığı bəndələrdən olasan. Allahümmə inni əsəlükə fihi ma yurdik. İlahi, bugün səndən səni razı salan əməlləri istəyirəm. O əməllər ki, sənin razılığına səbəb olar, Allah mənə güc qüvvət ver, o əməlləri yerinə yetirim. Və ə'udbikə mimma yurdik. Allahım, bugün sənin qəzəbinə səbəb olan əməllərdən sənə pənah aparıram. Danışığımda, rəftarımda, baxışımda, duruşumda Allah nələr ki, sənin qəzəbə səbəb olacaq, ondan sənə pənah aparıram ki, Allah elə bir şeylər eləməyim, elə bir hərəkət, elə bir söz deməyim, etməyim ki, o sənin qəzəbinə səbəb olsun. Peyğəmbər alı Peyğəmbərə sələvat sökür. Allahümmə səlam, Muhammed,
Maşallah, əsnəyənlərin sayı çoxalır. Deyir, əsnəməyə gətirir. Bir əsnəyir, o yanındakı da o qədər əsnəyirsiniz, mənə də əsnəməyə tutur. Hiss olunur ki, yuxu bətər mübarək. Ona görə baxışlarınız elə can oxşayan, belə məzlumanə ilə baxırsınız. Bu duanı heç sona yetirməyə də belə bilməm, yetirim, yetirməyim. Amma yarıda saxlamayaq da. Gülürsünüz, ayılırsınız. Hərdən bir təbəssümlü bir şey deyirəm ki, bir yuxuz qaçsın da. Təbii bir şey qalmayıb. 5 gündən sonra bu günlər, bu anlar üçün də İnşallah yatıb doyandan sonra təzə-təzə yox, biraz da o yoluna düşəndən sonra bu günlər içində darxarsın. Eyb yox, mən də yekunlaşdırım, çox da o belə deyək də, yuxunun da haqqına girməyək, onu da sonra o Allahın razılığından danışırıq, gərək siz də razı qalasınız da, sonra yuxudan gilayə olsaz biraz çətin olar. Kət-tevfiqə fihi li'ən uti'əkə və la asiyək. Allahım, bugün səndən istəyirəm ki, sənə itaət etməyi və günahdan uzaqlaşmaqda mənə güc verəsən. Məni müvəffəq et ki, bugün mən sənin muti, sənə itaət edən bəndə olum. Mənə kömək et ki, bugün mən asi, sənə günah edən bəndələrdən olmayın. Deməli, bu əslində insanın Allahın mütləq güc və qüdrət sahibi olmasını dərk etməsindən irəli gəlir. Yəni, artıq oruc olan şəxs başa düşür ki, məni yatağımdan qaldıran, sübhün bıçağında durub bura gəlməyimdə vəsilə əsl səbəbkar Allahdır. Əgər mən nə xoşdasam, sağlamlıq əlimdən alsa, durub gələ bilmərəm. Bəzən oyanmısan, sağlamsan, amma o mənəvi ruhu səndə yaratmasa, o gücü, qüvvəti sənə verməsə, sən durub bura gəlməzsən. Deməli, səni durub bura gəlməyində, bütün savabları əldə etməkdə həqiqi qüdrət sahibi odur. Həqiqi qüvvət sahibi odur. Və əsəlükə tevfiqə fihi li'ən uti'əkə və la asiyək. Allahım, səndən istəyirəm ki, bugün məni sənə itaət etməyə və günahlardan çəkindirməyə müvəffəq edəsən. O gücü, o imkanı, qüdrəti mənə bəxş edəsən. Ya cavada sailin, ey hacəti olanlara qarşı səxavətli olan Allah. Yəni, cavada sailin bilirsinizmi? Yəni, birindən bir şey istəyəndə bir dəfə verər, bir dəfə verməz. Və yaxud da ki, bəzən bir neçə dəfə verdikdən sonra, məsələn, tünd xasiyyət ola bilər, bir söz deyə bilər, qəlbinə toxuna bilər, qəlbini qıra bilər. Amma Rəhman və Rəhim olan Allah eyni vaxtda ondan nə istəyirlər, nə hacət və mətləb, hamısını eyni vaxtda eşidir və səxavətlidir, mərhəmətlidir. Nə istəyirlər, onu neyniyir? Bəxş edir. Ona görə oruc olan şəxs ən son duasında ki, Allaha bu cür səslənir, əslində bu sözlə öncəki duaların həyata keçməsini sanki o Allaha onu edməsinə öz istəyini və etiqadını bildirir. Yəni, bu mənada ki, Allah, sən o varlıqsan ki, cavadu sailinsən, yəni, sual verənlərin, səndən bir şey istəyənlərə qarşı sən səxavətlisən, mərhəmətlisən. Sən ki, səndən nə istəyirlər ona qarşı səxavətlisən. İndi mən səndən istədim ki, Allah, bugün mənə kömək ol, sənin razı olduğun bəndələrdən olum. Mənə kömək ol, günahdan uzaq olum. Mənə kömək ol, sənə itaət edeyim. Bu duaları ki, səndən istəyirəm, bilirəm də ki, sən o varlıqsan ki, səndən nəsə istəyənlərə qarşı
səxavətlisən. Yəni Allah, mənim də bu sözlərimi məndən neynəcinə qəbul elə. Amin. Ya Rəbbəl aləmin. İlahi Pərverdigara, tutduğumuz orucları, qıldığımız namazları, etdiyimiz duaları ali dərəcədə bizdən qəbul etsin. Amin. Allahın qəlbimizdə olan hacət və mətləbləri rəva etsin. Amin. Allah bu birliyimizi, bu vəhdətimizi günü-gündən artır günən. Amin. Allah bizləri dini İslamda sabit qədəmlərdən qərar versin. Allah nə qədər ömür yaşayarıq bilmərik, amma bu yaşadığımız ömrü sənin razılığını əldə etmək üçün bizə o gücü, qüvvəti əta etsin. Allah bizi Qur'an və Əhl-i Beyt əleyhimussalamlardan ayrı salma. Mərizun mərizələrimiz, iltiması dua edənlərimizə Allah şifayı acil mərhəmət etsin. Allah cümlə şəhidlərimizə rəhmət elə. Zamanə imamımızın zuhurunda təcil elə. Etdiyimiz duaların qəbuluna Muhammed və Ali Muhammedə sələvat şükürlər. Allahümmə səlləmə Muhammed Ali Muhammed. Duayı fərəz oxuyaq, qürbətən ilə Allah. Bismillahirrahmanirrahim. Allahümmə kulli veliyyəkə Hacət ibnil Hasan Salavatükə aleyhi və ala amari Bi'azis sa'a və fi kulli sa'a veliyyən və hafizən və qaidən və nasıran ودليلا وعينا حتى تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا أرحم الراحمين. اللهم صل على Esselamu aleyke ya Resulallah, Esselamu aleyke ya Nebiyallah, Esselamu aleyke ya Emine Vehillah, Esselamu aleyke ya Muhammed ibn Abdillah. Allahümme salli ala Muhammed. السلام عليك يا أمير المؤمنين يا علي بن أبي طالب. السلام عليك يا فاطمة الزهراء سيدة نساء العالمين. السلام عليكما يا سيدي شباب أهل الجنة الحسن والحسين. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين الذين بذلوا محجهم دون الحسين عليه السلام. فيا ليتنا كنا معكم فنفوز فوزا عظيما ورحمة الله وبركاته. السلام عليك يا مولانا يا صاحب العصر والزمان. السلام عليك يا شريك القرآن. السلام عليك يا قاطع البرهان. السلام عليك يا إمام الإنس والجن. عجل الله تعالى فرجا
وسهل الله تعالى مخرجه وهلك الله تعالى أعداءه بالنبي المتلى وآله وبالفاتحة مع الصلوات. İltiması dua edenlerimiz var, hastası olan, müşkülü olan, hallere olmasına salavat işleri ya. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. Esselerimizi salamasını da hatir salavat işleri ya. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. Zindanlarda olan mahpusların, müşküllerin olmasına hatir salavat işleri ya. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. Hazreti Ali'yle bir zaman namaz kıldı, günlük duasını bizim müşahederleri, özünün ailesi salaması ve fatih'i, ömrünün ilminin daha da bereket olmasına özellikle, dünyasında ermiş anlamalarını, envatlarının sırasını öyle salaması diliyor. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed. Allah'a emanet olun. Azam okudu, azam sertliği ve şahıya günün dualarını ve salavat teşekkürü, onların selametliğine, hususiyle bu cəmi nə hacəti, mətləbi sıkıntısı, ailəsiyle bağlı, nə sıkıntısı var, əllinə salavat teşekkürü. Allahümme salli ala Muhammed ve aleyhi Muhammed.